Bu da bu. Məhlə uşağı Mübi. Bir dəfə Mübi avtomobil oğurluğunun şahidi olub və onun şahid ifadəsinə əsasən oğrunu oğurluq, zorakılıq, qətl və 11 sentyabr terror aktına görə ömürlük həbsxanaya göndəriblər. Anam can deyirəm, axırda Aygün qayıdıb biz mənə deyir. Bax, anam can deyirəm, ha qaqaş, yalan söhbət yox. Qayıtdı ki, Mübi, mən Namiqdən sənə görə ayrıldım. Amma sən isə bu sevdaya qədir qiymət qoymadın. Eyib olsun sənin üçün, get məndən uzaq gəz bizi bir yerdə görərlər. Qoy söynəməsinlər Mübini, tay mənə ey gül. Anam can, hala. Boşum qızın qəlbi sındı. Vay. Ana nə bilim, mən də nə bilim, neyiniyim qaqaşı. Qaqaş, sən ondan sonra qaqaş, dedim ala belə də ki, Mübi qaqaş, mən halaldır. sözü bir dəfə deyirəm anam canı. Ala nə qədər mesaj gəlsin, zəyin burada cavab vermədim anam canı, dedim nəysə. Aygün Hala yaxşı eləmişsən, eşitsən məni bura. O məsələ bir qırağa. Bu sən deyirdin, mən ursiyyəti geyəcəm, nə edəcəm? Nə oldu bura? Samolyot qutardı hə ursiyyətə? Ala nə samolyot qutardı? Nə danışır ala? Ala, sən onda bir dənə problem çıxdı ya, heç sən bilmədin. Nə oldu ana? Ala anam canı hə. Ala, mən bir dənə dayım oğlu var axı ursiyyətdə. Var, demişdim. Ala böyük bizneslə zadla məşğul, Bəkkədən oğlanın nəyi var özü, hə? İstəməyən gözü çıxsın. Ala zəng vurdu ki, Mübi burada vəziyyət ağırdı, orada da krizisat baş vermişdi. Hə, buradan vəziyyət ağırdı, ümidim sənədir Mübi. Gəl qaldır buranı. Sənə Hə. Allah sən xalan oğlum bəyəm kranda işləyir. Ya yox, bu da Hadi, məzəd kran kaldırır ha. Bura sonra söhbətə qaqaş. Sonra çatır buna, yəni alanda kıran. Kran demədim. Söhbətə qoşul da. Ha. Ala yox, yəni al-ver mənasında deyil. Bir qulaq as da, al-ver mənasında. Ha, qaqaş, mənim də əlim düşərdi axı. Mən hamısı tanıyır ki, əlim yüngüldür da qaqaş. Maşallah. 4 dənə qız istəmişəm. Anam sən 4-ü də ara gedib. Allah xoşbaxt eləsin. Qaqaş belə. Anam da elə çıxır sənə belə pısqımasın ha qaqaş. O xalım oğlu ərə getmək istəyir ha orada. Ala birinci xalam oğludur, dayım oğludur. Öndə ikimizdə qohumdur da. Ala ərəcən ağzımın danışığın birinə. Ala zarafat eləyir, çıxatır da qaqaş da. Giz danışma, ala nərə getmə. Yəni al-ver də, yəni ki, gəl, al-verimi qaldır da qaqaş. Ticarət mərkəzi uçuruma gedir. Gəl buranın al-verin qaldır. Ara nəysə də o şey. Danış. Anam can getdim aeroporta. Saydım dollarları, aldım bileti. Mindim samolyota, samolyot da qalxdı göyə. Ya Allah. Vəziyyət də bomba kimi uzanmışam özüm üçün. Rimenləri də açmışam anam can. Özdə belə ləzzətli ya, belə o qabaqda Lüks da qaqaş, lüks lüks. nömrədə almışam. VIP deyirlər. VIP-də almışam da hə. O şey, qaqaş, gedirik nəyi var anam canı. Onlar eski birdən hə. 2 nəfər qalxdı ayağa. Yaxşı da. Hə, anam canı 2 nəfər qalxdı ayağa, başında da maska. Hə, qayıtdı ki, anam, tez eləyin, hamı əlsin aşağı. Nə danışdın? Bu bir o şeydə nə deyir? Soyğundur. Ala soyğundur, o şeydə hamımızı öldürəcəyəm. Hamı əlsin aşağı, əllər başın arxasına tez eləyin. Əllərində də avtomat. Ala qorxdun ha. Ala araba düşər hamısı ürəyə gedir. Ala bunlar elə bu səndibə terrorist imişlər. Ala bunlar bunu deyən kimi, anam sən pilotun ürəyi getdi. Ala samolyot da qalıb başı başına. Yox çolo. Ağcıgər imiş də qaqaş da. Ağcıgər girmişdir. Ala avtopilotda gedir samolyot. Ha, bunu görən terroristlər düşdülər Şuqaniyaya, anam canım. Kimlər biri mənə tanıdı, nədir? Gəldi terroristlərdən biri, o maskarlardan. Gəldi ki, bir qaqaş, sən mən tanıyıram belə də, sənin haqqında belə məlumatım var. Qaşana deyir. Gəl daşı tök ətəyindən bu samolyotu endir aşağı. Allah sən samolyot sürə bilirsən bilən. Yəni də hə. Endir aşağı. Bizim də balalarımız var da, nə olsun terroristi, biz də insanıq da qaqaş. Terrorist də insandır da, doğrudan da mənim qardaşım. Anam da bir ana doğub da. Hə. Dedim ana, burada da qoymusunuz mənim belə dinc oturmağa. Anam da. Dedim ay yaxşı da yaxşı. Gəl ağlama la, ağlama. Nə ağız yerdi sana, necə girmişsiniz avtomatla cəmaatı öldürməyə. Qaqaşdan şeydir, başqa söhbətdə o. Girdim pilotun otağına. Oturdum pilotun yerində. Baxdım bir dənə sağa sola, bir iki dənə knopka vardı, bastım. Dedim ala nəysə getdi ya Allah. Ala bir dənə sat ne? Bir dənə daldalı bir dənə polises biraz sonra anamızdan bak. Kanatlar bize neyini var böyle. Bak böyle
samolyotu da. Ora hey kuş kimi beləsin ha, anamcan. Bırın qalxıb ha, bütün faraları yandırmışam. Özdə avarinli çık. Gəlirəm. Samolyotla. Ay sürənidir də. Ola sürürəm nəyi var ha, qaz vermişəm polnu gibi nə kimi. Gəldim aeroporta qonağımda bir yana beləsəm orada. İki təkər üstə ha. Qabaq təkərini qoymuram yerə dəysin. Anam cavab verənsən gəlirəm o beləsinə. Ona gəldim. Elə qonurlar. Millət əl çalır. Ala plakatlar, zatlar anamcan qaqaş. Hə? Düşdüm ala samolyotdan beləsinə. Gördüm millət alqışlayır. Plakatlarda yazılıb ki, obşem müvəqqəti çətinliyə görə üzr istəyirəm. Zat belə. Nə bilim, burada öz reklamınızı yerləşdirə bilərsiniz. Beləsən şeylər. Gəldim mən aşağı düşəndə qulaq üstə. Bir dənə jurnalist yaxınlaşıb ki, Mübi müəllim, necə oldu söhbət? Aha. Yaxşı da. Mən də deyirəm ki, biz birinci hamımız Azərbaycanlıyıq. Yəni mənim vətəndaşlıq borcum idi. Yəni anam canı. Sağ ol Mübi, sağ ol. Sağ ol. Dedim ki, təsəvvür edin ki, terrorist, bütün arvad, uşaq, kişi hamı ağlayır, öz canının hayındadır. Bir də təsəvvür edin ki, oralarda avtomat. Hayır. Məndə isə bir dənə üzr istəyirəm. Neydi səndə? Ala bir də. Göydü. Alo. Ha, aşağıdayım, mən aşağı qalxıram. Ha, alacam, yaxşı. Adamızı geçen. Ha, bildim alacam. Ha, onu da götürəm, yaxşı, ha. Uşaqlarla söhbət eləyəndə qalxıram indi. Hə. Söhbətim yəni, sözüm yaddan çıxdı, nə deyirdi? Avtomat deyirdin. Hə, qaqaş, onlarda avtomat, məndə mexanika. Həri. Anamcan qoymuşam 160, 170 bu beləsin. Burun bu beləsin. Gedirəm, nəyi var anamcan deyirəm. Ay, çoxlar sənələ, ayıb olsun sənə üçün ala. Onlarda avtomat, məndə mexanika. Bəlkə sən pulemyotla, raketlə gəlmişdilər bunlar. Hə, o şey idi. Fırlattın söhbəti. Ala yox, anamcan. Ala, ayıb olsun, gəl gedə yana. Deyən qulaq as, ala. Bir də ala, sonra mən İndoneziyaya aeroporta pilot kimi çağırdı işləməyə. Qulaq as, ala, sonra nə oldu? Nə oldu bala ala?